ayağını bu tarafa gel, neyle ağrıyor? O ayağını bu tarafa gel. Hə, orada sinir var. Yavaş-yavaş apar, saxla, sonra qaytar. İkisini də elə növbəli şəkildə. Yavaş-yavaş apar, yavaş-yavaş. Çiynini yuxarı qaldırma. Kürəyini yerdən qaldırma. Yanığı qaldır, ombanı. Qaytar. Nəfəs al, dərindən ver. Nəfəs al, dərindən ver. Fırlanma, qarnını qaldırma. Yazıq orada can çəkilib də dilbinə ayrı. Bu görə çox ağrıyırmış. Yazıq nələr çəkilmiş neçə gündür. Evet, deyəsən zaratkam qutardı. Andıra qalsan. Qalarsan andıra. Yox, hələ əməliyyat olsa tərpənə bilər, ay xanım, o yox. Pis oldum, ay qız. Buranı haqqı. Amin, amin. Deyirəm, yaxşı ki, o insanlar onun yanında deyil, məftundur, nə bilim odur. Bu tək neyniyərdi orada? Bizim də xəbərimiz olmazdı. İki ayağına özü doğru dart. Məftun, sənin modun yoxsa mənə mod ver, sonra çıxardarsan. Mənə əsəblərim yoxdur burada. Yavaş-yavaş çək, yavaş-yavaş çək. Riski buraxma, riski buraxma. Yavaş-yavaş çək, qaytar. Burax. Nəfəs al dərindən. Çok kullandı. Hə, orada... Baboşa baxıram. Yerdə uzanıb nəsə elətdirirlər ona baxıram. Ağrıdan belə edir. Çəkmişəm o ağrını, bilməm o nə demək istəyir. Mənim üzüm yananda, üzüm yanmışdı alergiyadan. Ağrım başlayan kimi var belə, adam özündən asın, belə əsir. Düz uzan sakit. Ağrıyır. Sakit düz uzan. Ayağımı uzat düz. Ağrıyır. Bir də elə, yavaş-yavaş elə. Yavaş-yavaş çək, yavaş-yavaş qaldırıb, yavaş-yavaş pol, yavaş-yavaş çək, çək özünə. Bir. Əslində düzdür, şıqqıllamalı da canı qutarsın. Yavaş-yavaş çək qarnıma, çək. 1, 2, 3, 4, 5, 6, düz bax, 7, 8, 9, 10. Yavaş-yavaş burax. Yavaş-yavaş burax. Uzat ayağını. Ben de eliliyim. Bir tarif edeceğim. Yavaş-yavaş uzat ayağını. Nəfəs al, dərindən ver. 10 saniyə fasilələ. Ona ayrı. Elə səslər çıxarırsa qorxuram. Bir şey olardı. Deyir demirsən nəfəs al. Elə bil panda deyir. Hə. İşliyoruz bir dəfə də elə onu. Aslında qoy baxın maraqlı gəlirdi yanından ha. Bıy. İndi yenə elə. Olmaz. Bir dəfə də onu elə. Çok sağ ol. Bir dəfə də onu elə. Ben ne? Hə? Bayaq hərəkət bir dəfə də elə. Çatda hələ söyüşləyən mərifətsizlərə baxıyıq. Tutanmırlar, biri yazır ölür, biri yazır nə bilim, çox açandı, ayıb deyil. 4, 5, 6, 7, 8, 9, 10. Yavaş-yavaş burax. Yavaş-yavaş burax. Hə? Oturun göməyə oturabilirler. Qulaq as. İndi bir dənə də hərəkət var. İndi bu ikincini bir dəfə də elə, hərəsini bir-bir. İkincini bir dəfə də elə. İkinci, bu birisini götürüb qaldırdın, bu tərəfə atırdın.
Amma çiynini yerdən qaldırma, əlini düz qoy. Çiynini yerdən qaldırma. Yavaş yavaş polunu, yavaş yavaş apar, yavaş yavaş apar. Yavaş yavaş polunu apar. Yavaş yavaş, yavaş yavaş apar, risk aparma. Yavaş yavaş, yavaş yavaş apar. Yavaş yavaş apar, qaytar. Əlini qoy yerə, əlini nə yuxarı qaldırmırsan? Əlini qoy yerə, düz qoy, yanıma qoy əlini. Yavaş yavaş elə. Yavaş yavaş apar, qaytar. İndi o birisini. O birisi ayağını da elə. O birisi ayağını da elə. Polunu apar. Yazıq. İşte elde çok ağır olmuş. Hə, polunu apar. O birisi ayağını yerdən qaldırma. Düz qoy ayağını. Nə zülüm vermə, nə danışırsınız siz? Mənim başım çıxır bu şeydən. Nə danışırsınız boş-boş? İndi o birisini də elə. Düz deyir, xeyir də əslində valla. İnsan hərəkət eləməyəndə olmur. Yavaş, yavaş Həkim belə deyir ki, əməliyyat oldun, dur səhər gəz. Çalış bir 5-10 dəqiqə də olsa fırlan. Uzandıqca qartdaşırsan. Polunu. Qəti idman olmaz. Ayağını qaldırma. Bu onurğa idmanıdır. Bu bədən idmanı deyil. Bilmirsiniz danış. Epa çox sağ olun. Nəfəs al dərindən. Hərəkət olmaz ona. Bilmirəm. Yavaş oksigen oğrusu. Utdun qutardın havanı. Oranda yenə güppultu var. Ağrı var, güçlü ağrı var. Gözdə uzan yerdə biraz. Orada indi qan dövranı sürətlənəcəkdir. Bir dənə əsas hərəkət var. Prosto onu sən bilmirəm eləyə bilərsin yoxsa yox. Pişik kimi durmalısan. Əlin yerdə, dizin yerdə. Pişik? Pişik kimi durmalısan. Məftun sən dur pişik kimi. Hə. Yo, belini düz tutmalısan. Belini düz tutmalısan. Hə, düz, normal düz. İlk oturmalıdır dabanların üstünə. Əl qabaqda qalmalıdır. Əl tərpənməli deyil. Dabanın üstünə otur Məftun. Tavanlar nətən Niko? Dabanının üstünə otur. Get aşağıda, belə sürüş aşağı. Hə. Yavaş yavaş getməlidir, başı aşağıda. Əldə düz. Polunu qabağa. Bax, o onurğanı dartır. O sinir var ki, orada onu dartır. Onurğanı dartır, sinir rahatlayır. Yavaş yavaş am eləməlisən. İt eləyir, ay qız. Divan üstündə it eləyir. Ölürəm. İt belə qalıb. Riskisindən olmaz. Yazıq it ayağa. Nə şirindir bu. Babuşa baxır. İt həyatdan küsür. Yavaş yavaş edirsən. Bu çox gözəl hərəkətdir. Bunu yavaş yavaş elə. Ha, bax, mən sənə tapşırıram. Maksimum yavaş elə. Maksimum. İtə bax. Yaxşı şeydir, hər hərəkət edə bilirəm. Sən Meftunda onu gördün də. Başım gişələndi axı. Başın gişələnsə demək Yemək başım. yeyib. Qatıq düzəltmişəm, xiyar bir də şüyüd. Yeyibdim. Mədəsi dincələr biraz. Qoymuram da ağır yeməklər yesin, kökəltər. Yaxşı eləyirsən. Xəstələnmirsən Niko? Yox, xəstələnməmişəm. Niyə şükür? Belə öskürdüm. Takip edənlər çox sağ olun. Bu cürüm eləyə biləcək. Mən maraqlıdır. Görüm bu bunu eləyə biləcək. Prosiyatından çıxıb yəqin, onu sabah. Niko, onu yazdım. Ay sağ ol, pişik kimi dur. Ay sağ ol. Əllərini düz qoy, simetrik qoy. Ay sağ ol. Dizinə indi topuğuna tərəf get. Belin dartılsın. Babaş, Məftun onu izah elə. Ha, tərəf, dala. Ki, əlini ilə qalsın, amma dalını aşağı elə. Bilmirəm, qarışmıram. Məftun necə qoymuşdu elə? Yavaş yavaş get, yavaş otur. Otur topuğuna.
Topuğa otur. Əlini tabi eləmə. Əlin qabaqda qalsın ki, onurğan dartılsın da. Öyle otura bilməz. Qabaqda baxsın da o sənə. Hə, otur. Qoy dartılsın onurğan. Dartılsın qoy. Göstərsəm canlım gedərik. Bax, Məftuna bax. Məftun arıqdır, ona görə asan deyir. Mütləqli şəkildə. Yavaş-yavaş otur. Yavaş-yavaş elə, yavaş-yavaş otur. Otur gözdə, 10 saniyə, 30 saniyə gözdə. Riski yellətmə özünü, yavaş-yavaş elə. Başım gücəlləndi, təziyim qalxdı. Açsan, təzə necə qalxsın ki, açsan bəlkə ona görə. Başım. Bunun başını tutursan, ayağa gedir, ayağını başlayır. Başım gücəlləndi. Məftun, o indi gör dura bilirsən. Ay başım. Estağfurullah, indi bir şey olar. Dur yerdə. Bunun başı niyə gücəllənsin? Təzəyə qalxa bilər. Qaraldı denə. Ay başım. Gözün qaraldı. Onda təzəqini açsan ona görə. Göz qaralması o bilirsən sinirdəndir, təzəqin düşübdür. Təzyiqi var. Yatdı. Yatdı mı? Dur kuzum. Bəsdir bu qədər, Niko yoxsa? Bəsdir. Əslində indi durmalıdır şey. Özü fərq hiss eləyəcək ki, orada rahatlaşma olmalıdır. Nə qədər üzünü də görmürəm. İndi yavaş-yavaş dur gör, bir fərq hiss eləyirsən. Rahatlama var orada, rahatlama var. Birinci gün gələcək xəstəxanaya. Bakıya canım. Bir də o yerdə yatmalıdır, o kravatda yatmalı deyil. Düz bəlkə yerdə. Görsən, öz durur ucu. Duranmırdı bəyəklarım. Düz deyir, özü durdu. Herakl durdu. Bədən açıldı. Görsən. Durdu. Bu Allah köməyin olsun, ha Niko. Get tualetə tez gəl. Özü durdu. Hara qaçırsan? Kuxniyə qaçırız razı. Gördünüz? Neyir kuxniyə qaçır? Dəli kim qaçmadı ora bura, yavaş-yavaş eləməlisən. Birdən bir olmaz ki. Ölürəm. Ayağına corab giyindir onu. Corab giyin ayağına. Bir yaxdan Nikon çatda söyürdülər, indi yazılar. Halaldı, Niko. Koti də durdu ayağa. Döşək var hə. Düzəlir yavaş-yavaş. Məftun, onun döşəyi var. Demək ki, orada yaxşı həkim yoxdur. Döşək var, döşək. Döşəyin var baba, şey tutarsan. O yerdə yatmalıdır, o kravat. Ortopedik kravat. Bəlk düz yerdə yatır. Başıma mən döşək qoymur amma yastığı. Hal-hazırda faktuşda o düz yerdə yatmalıdır. Kravat döşəyi ortopedikdir yoxsa nədir? Ortopedikdir hə kravat, onun döşəyi. Ortopedik nədir? Matraslıdır, döşək sərmişəm. Onda sən döşək götür Məftun. Yerə döşək sal, orada yatsın. Bir də corab giyindir onun ayağına. Mütləq. Giyinmir ağa Niko. O dəqiqə deyir. Yox, giyinməlidir. Ay istiləndim. Düzəldi yavaş-yavaş. Kızlar 10 dəqiqəyə kapatacağım. Beni sev atın. Diva.
İşin gücün yoxdur deyəsən ay User. Benzə batan uşaqlar. Sabaha kimi onun ayaqları açılışacaq, siz görərsiniz. Məncə sağalacaq o. Sağalsaydı heç bura gəlməyə, əməliyyata ehtiyac qalmazdı. Təzyiq ayaqdandır da, ayağın ağrısı kəsmir ki, təzyiqə təsir edir. Nə oldu, yenə qalxdı? Düzələcək. Diva, diva, diva bebeğim. Yaşlar çoxdur. O gün 220 idi. O belimden tut dedi de. Belim. Düz yerdə uzanmalısan. O kravat əyirsən, onurğan Bir gün yerdə uzansın da, yerə döşək sərsin, yerdə uzansın. Məftun, o istərsən gətir ayağına isti su qoy. Düzəlmirsən də çox panikorluq eləmə. Ola bilməz düzəlməsi. Tavsiyəm keçə bilməz, amma hər halda ki, orada xeyli təsir var. Gözüm qaraldı. Gözün qaraldı, eybi yoxdur. Axşamdır. Yo, mənə dedi gəlmə, Bakıya gəlirəm. Deyir, əziyyət çəkib nəyə gəlsə, o yüzden mən Bakıya gəlirəm. Hə, məncə də. Day Məftun, sən tapınca ujun beyninə qan sızar. Bədəni sirkələnib, sırazı dərman vermək olmaz. Heç nə deyəmirəm ki, qarışa bilmirəm. Hey, Gör bu təzyiq dərmanıdır. adı nədir? Qarışa bilmirəm uşaqlar, nə deyim. Yox. Nəsə deyərəm atmağa, vəziyyəti pis olar. Sonra deyərlər qoymadı atmağa. Deyərəm at, sonra nə deyim mən, qurban olum. Deyə bilmirəm axı heç nə. Yox, kaptafili biraz nə var orada? Qurban, mən necə deyim, başınıza dönüm, qarışa bilmirəm. Boşandı. Kaptafili biraz görünə. Heç nə deyəmirəm uşaqlar, mən. Sonra deyəcək eləmən qoymadı dərman içməyə. Qorxuram, Səmal, əskim tüstürü deyil. 5 yıl tez derman işlemiş. Onda şey var, limonlu su. Amma əslində deyirlər ona olmaz hal-hazırda dərman vermək, qatıq zad vermək lazımdır. Qatıq. Sumaq var, baboş, sumaq var. Evimizdə. Sıvak nedir? Sumaq. Nedir? O nədir? Kətərin töküb yerləri üstünə sumaq. Quşda deyir bu. Deyəsən şoka düşür. Şoka düşür. Şokdasan? Всё. Aya. Baboş. Dəri səsini çıxart da. Elə bir görürsən. Səsini çıxardı, bunu təşə o yaratma. Mən narahat oluram. Yatdı. Aya. Qoy ilə yatsın, dərman içməsin, yoxsa pisləşəcək. Və deyirlər, dünən kaptapır almışsan, yazıb var burada.
Bunun hayına bax, skoru çağır, top yalan. Çağırsın da bir dənə skoru çağır. Ons bezib skoru bunun əlində, bütün skoru çağır. O ağrısı kəsdi, yatacaq, canı dincələcək. Məftunda da ayrı şey var, durub oradakı böyüsün. Gəl edik küçüz adına, Rusya gələn gətirdi o. Bu deyildir. Yazıq deyil. Allah kömək olsun. Məncə bu Niko buna idman elətdirdi, canı dincəldi, yatdı. Yatmısan? Yox. Yatır, yatmamısan. Qarğıdalı yerəm də. Diva, diva. Məftun, bəs sən nə qarırsan səhərdə? Şeyde Medeni Şartlık evine gitmişler. Deyir qonşu kartoflu alıbmış, görevdə var. Kartofluyuz bir he. Dostlar, o idman elədi, sinir boşladı, ağrıda, o onun canı rahatladı və yatır. Yatıb başına gəlsin Niko. Buna baxayım. Gördünüz dostlar, mən yatıdırdım onu. Başqası mı bu? Bax, mən belə möcüzəli bir insanım. Canı rahatladım, Allah haqqı. Sinir buraxdı sinir. O sinirdir. O buraxdı sinir, o görsən yatdı. Deyirəm, bəlkə sabaha düzələ. Yalnız dərbin başına gəlsin, belə. Ağrıları düzələ, getməyə. Tapıram çarəsini, sən özünə bax, başına gəlsə ölüb qalasın polda. Ona bax, can dincəldi. Yazıblar ki, təzyiqli yatmaq olmaz. Yazıblar. Hə? Düzəlməz. Olmaz təzyiqli yatmaq. Onda qoymasınlar da yatmağa. Yığım deyim. Məftun, gəl bunu zıqıblayım. Yığım. Yaxşı. Hər ehtimala qoy zıqıblayım. Deyim. Hər ehtimala. Buradan necə yığım? Buradan baboşun nömrəsini tapsaydım. Allah'ın şükür. Hər ehtimalı zıqıblayım. Yatır bu şey. Buna yığım. Necə yığım ya buradan? Ara. Niyə zəng elə bilmirəm bu WhatsApp'dan buna? Məftun. Ha. O yastık koy yatsın, ucu yattı o. Olmaz axı yatmaq. Sinir buraxdı, rahatlaşdı. Hamısını eşitirsən, hə? Yığamıram bunlara, əsəb oluram. Məftun, bir də ona corab giyindir mütləq. Onu deməklə deyil, corab giyinsin. Yığamıram. Ay dostlar, o hipertonikdir 100%. Ucu təzyiqi var, amma hiss eləmir. Çünki bədən təzyiq verir. Bu bir yığım. Kaptapülün yüngül əslində. Bu yüngül təzyiqli adamlar üçündür. Hərəkətləri eləməlidir. Əməliyyat rəhdirsə bir də əmələ gələcək. Əmələ gəlir. O əməliyyat olunsa, tayda zülüm çəkəcək. Dedim, hamı deyir ki, təzyiqli yatmaq olmaz. Dedi, yaxşı. Bunlar MRT rəhdirlər. MRT rəhdirmirsən? Neçə milli? 13? Belindədir. Belindədir, adı olur. Sinirdə, belində omurğanlı. Nəm dediniz demədi, mənim əslində başım çıxmır, siz dediniz dedim. Arasında sinir çıxır, sıxılır. Qalır omurğanın arasında sıxılır.
Aslanı vurur ayağa. Yatırıya koymasınlar da. Ben pis uzamışım. Ayaklarım yerdedir. Başım burada bir Ayağını yer derdi, kaldır da düz kaldır ayağını. Yastığı koy başının altına. Özünü koya bilərsən. O hərəkət sənə xeyli eləyibdir. Yersən durursan. İnsulit nədir? Xəstəliyə adaptasiya eləmə. Eləsən baxışırsın aslan. Ya, daşlı qatar fırfıraşıq problemdir. dizimin altından değil. Söhbət eləsin, başlarını qaçsaydılar, biraz söhbət eləyərdi. Yatmazdı. Dedim yatma. Hərəkət elətnə ona görə. Oldu, Meftun, day mən çıxdım. Onları eləsin, corab da eləsin. Sağ olun. Yaxşı Allah. O hərəkəti də elətdirərsən sabah. Səhər, gündüz, axşam. Tez-tez eləsin. Əslində düz deyir, sabah da evdədir, sabah da elətdirsinlər. 5 dəqiqə çox yox. Məftun yorulub. Qaşları da başı qarışardı. Nə qədər yatmaq olmaz indi ona. Bu nə vaxta qədər oyaq qalacaq be? İstə yatanmıram. Qızlar nə qədər oyaq qalmalıdır? Yatdı. Yatdı qızlar. Bu yaz yatdı. Şeydi de. İstə yatmır. Başlayalım. Neriman var, sen ekmek gidecek de bana hareket tak. Mustafa yatabilirsen ikisi. Yo yatıdı. Seyrettir atacağım usta. O kimse bana 5 manat attı. Küçük çapından istemişim, Allah başımdan töksün. Qızı tapa bilmirəm də ona. Ki istə yatın bir dəqiqə baş. Dayanandan gözlərimi. Bağlayayım canını. Kapaklayıram. Dostlar. Uşaqlar bana ekran şeyi takip edin bana. Bir kim varsa aman diyor. Şu için çok sağ olun. Günümə bax da. Deyəsən darmon verdi. Neyse ben de çıkamaya yoruldum. Nasıl olsa yığarım. Canlısında olacağım da baxacım görünür. Zəng eləyərəm yatsa. Gidip biraz dincəlim. Beni sevatlıyorlar, beni sevatsın. Bağlayıram onsuz da. Yoruldum ya. Valla mənim başım çıxmır. Dedilər koyma yatsın. Mən də yığdım koymam. Dedilər olmaz hələ yatım.
Düz elədin. Baxacam da canlısındayım, nəzarət eləyəcəm. Yuxuya getsə yığacam onu. Gecəniz xeyrə.